2010-cu ildə deputatlığa namizəd, hazırda Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini olan Gülara Verdiyeva birinci vitse-prezidentlə bağlı çıxışında özünü necə biabır etdiyi ilə bağlı kadrlar yayılıb. Bölgə TV-nin xəbərinə görə, bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılan Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub. İcra başçısının səlahiyyətlərinə müvəqqəti olaraq onun birinci müavini Gülara Eyvaz qızı Verdiyevaya həvalə edilib. Bu təyinat sosial şəbəkələrdə Gülara Verdiyevanın fəaliyyəti və keçmişi ilə bağlı yayılan video görüntülər geniş müzakirələrə səbəb olub. Bölgə TV həmin görüntülərlə bağlı araşdırma aparıb, məlum olub ki, Gülara Verdiyeva vaxtilə Milli Məclisə namizəd olarkən televiziya efirində etdiyi uğursuz çıxışla yadda qalan şəxsdir. Belə ki, o 2010-cu ildə keçirilən parlament seçkilərində 22 saylı Nəsimi rayon seçki dairəsindən deputatlığa namizəd kimi iştirak edib. Həmin dövrdə onun ictimai televiziya kanalında etdiyi çıxış yenidən gündəmə gətirilib. Söz gedən çıxış zamanı Gülara Verdiyevanın Yeni Azərbaycan Partiyası və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında fikirlərini ifadə edərkən ciddi şəkildə çətinlik yaşaması, fikirlərini düzgün və ardıcıl şəkildə çatdıra bilməməsi, onun böyük bir məktəbdə direktor olmasına baxmayaraq savadsız biri olması diqqətlərini çəkib. Xüsusilə Mehriban Əliyevanın statusu və fəaliyyəti ilə bağlı söylediyi fikirlərdə çaşqınlıq, kəkələmə və yanlış ifadələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Elə savada və nitqə sahib olmayan keçmiş məktəb direktoru və deputatlığa namizəd Gülara Verdiyeva hazırda Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışır. Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin vəzifəsində çalışan bu xanımın həqiqətən də mühüm vəzifəyə təyinatı bir çox suallar doğurmaqdadır. Eləcə də sosial mediada aparılan müzakirələrdə istifadəçilər illər əvvəldə ictimai çıxışı ilə tənqid olunan Gülara Verdiyeva bugün yüksək vəzifəyə təyin olunmasını sual altına alır. Ölkənin birinci xanımı ilə bağlı çıxışında buraxdığı böyük ciddi nöqsanlar buna sübutdur. Rayon sakinlərinin, eləcə də bir məmura utanc gətirə bilən kadrlardakı çıxışını izləyənlər necə ola bilər ki, böyük bir rayonun ikinci vəzifə sahibi kimi himayədarlığı ilə və necə hələ də görəvdədir. Bu cür kadrın təyinatdan öncə təqdimat şəffaflığı ilə bağlı narahatçılığımızı ifadə edirik deyə bildiriblər. Araşdırmalarımız davam edir. Bizi izləyin. Qarşı tərəfdə dinləməyə hazırıq. Rəna Rövşən qızı, Bölgə TV. 300 mindən artıq fəal insanı ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası Respublikamız üçün bir çox işlər görmüşdür və Azərbaycanın birinci xanımı Heydər Əliyev prezidentinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı xanımı Mehriban xanım Əliyevanın da təhsilimizdə çox böyük diqqət və qayğısı vardır. Nadir Orucov.